Azərbaycan belə deyək də, Nadir Şah Əfşar, Şah Abbas, Şah Təhmasib, Cavad xana qədər hamısına hörmətlə yanaşıram. Amma bunların içində Azərbaycan dövləti və Azərbaycan milləti üçün ən önəmli hökmdar Şah İsmayıldır. Niyə görə? Şah İsmayıl Azərbaycan xalqına, Azərbaycan türklərinə 236 illik imperiya tarixi yazıb. Dünya tarixinə 236 il imperiya tarixi bəxş eləyib. Və bu günləri biz çox belə deyək də, ürəklə deyirik ki, İrəvan xanlığı, İrəvan qalası. Bax dostum, bu günləri biz İrəvana şahın tikdirdiyi İrəvan qalasına əsasən iddia edirik. İrəvan qalasını Şah İsmayıl tikdirib. Daha sonra Şah İsmayıl Azərbaycan tarixində yeganə hökmdardır ki, Azərbaycan kəlməsi həm coğrafi anlamda, həm də dövlət anlamında Şah İsmayıl dili ilə deyib, yəni dilindən çıxıb, dili ilə Azərbaycan kəlməsini Şah İsmayıl iqrar edib. Bu tarixi qaynaqlarda var, bu tarix kitablarında var, yəni bu bütün xronologiyalar keçir.